Berlində bu ayıcıqlardan və yaxud da ayılardan çox rast gəlinir. Bildiyim qədərlə neçə 100 min olmalıdır bunlardan. Və 1000 dənəsi, 1000 ədədi dünya üzrə gəzir, belə deyim də. Yəqin ki, Bakıda da olublar. Sülhün, əmin-amanlığın, barışın, nə bilim, anlaşmanın simvoludur. Elə bir ki, bunlar. Həmçinin Berlin sözün mənası elə aydan gəlir. Yəni Berlin də simvolu, gerbində də ayı şərəsi var. Elə bir ki, Berlin dünyaya sülhü yayır və sülhü təbliğ edir, barışı təbliğ edir. Elə bir şeylər var dünyada. Bu küçə isə mənim çoxdan da gezmək istədiyim Unter den Linden, çınarlar altında olan küçə deməkdir, hərfi tərcümədə. Sanki gənclikdəsən. Gəncliyə oxşayır. Orada isə Brandenburg'da qapıları var. O tərəfdə də harca Reichstag. Belə bir şey. Yox, Bakı daha gözəldir. Nə desəm də Bakı daha gözəldir. Gəncə daha gözəldir. Tamaşaya baxdım, xoşum gəldi. Balet gözəl bir şeydir. Və növbət tədbir bax oradadır. Ya sabah ya da bir gün tədbir orada olacaq. Berlin Ensemble. Amma açığı deyim, dillərini biraz da olsa bilirəm. Ən azından B1 səviyyəsində biləm heç olmasa da danışa biləm, bunların fikrini izah edə biləm. Bunların nə dediyini anlamağa çalışıram. Baxmayaraq ki, praktikam olmayıb. Ölkəyə simpatiyam olub. Xalqa simpatiyam olub. Amma günün sonudur. Çox yorğunam, düzdür, çox gəzmişəm. Çox yorğunam. Amma Azərbaycana istəyirəm. Vətənə istəyirəm. Kəşke bu 2 gündə tez gələrdi, qaydarım Azərbaycana. Elə pis vətənimiz yoxdur, yəni, həqiqətən. Elə pis deyil bizə vəziyyət.